Ukrayna prezidenti Volodymyr Zelenskini Böyük Britaniyanın baş naziri Keir Starmer qarşılayıb. Ona ABŞ prezidenti Donald Trumpla münasibətləri yaxşılaşdırmağı və mineral ehtiyatlara dair sazişi imzalamağı tövsiyə edib. Reuters agentliyinin yazdığına görə Starmer ABŞ-nin təminatı olmadan uzun müddətli sülhün mümkün olmadığı fikrindədir. Böyük Britaniyanın baş naziri Ukraynaya tam dəstəyi ifadə edib. Böyük Britaniyanın Maliyyə naziri Rachel Reeves Ukraynaya 2,26 milyard funt sterling məbləğində kredit ayrılması barədə saziş imzalayıb. Mərasimə Ukraynanın Maliyyə naziri Sergey Marchenko onlayn qoşulub. Kredit Rusiyanın dondurulmuş aktivləri hesabına ödəniləcək. NATO'nun baş katibi Mark Rutte də Zelenskini ABŞ ilə münasibətləri normallaşdırmağa çağırıb. Məncə bu böyük talihsizlikdir. Mən Zelenskiyə zəng vurdum və bildirdim ki, o Amerikalılarla və Amerika prezidenti ilə münasibətin yenidən qurmalıdır. Çünki biz, ABŞ, Avropa və Ukrayna yalnız birlikdə hərəkət edə bilərik. Bu çox vacibdir. Mən Zelenskiyə xatırlatdım ki, 2019-cu ildə Ukraynanın tank əleyhində raketlər alması məhz Trumpın sayəsində mümkün olub. Bunlarsız Ukrayna 2022-ci ilin fevralında Rusiyaya qarşı dura bilməzdi. Buna görə də o, Trumpa minnətdar olmalı və problemləri həll etməyə çalışmalıdır. Ukrayna və ABŞ liderləri arasında mübahisə dünyada əks səda doğurub. Braziliya prezidenti Luiz Inácio Lula da Silva Ukrayna prezidentinin həqarətə uğradığını bildirib və Ağ Evdəki hadisəni Grostek tragikomediya adlandırıb. Mən diplomat deyiləm, amma diplomatiya yarandığı gündən Ağ Evin Oval kabinetində baş verən səhnə kimi groteks və hörmətsizlik görünməmişdir. Açığın deyim ki, cəmiyyətin bir hissəsi başqalarına hörmətsizlik hesabına yaşayır. Bir insanın digərinə hörmət etmədiyi yerdə isə demokratiya ola bilməz. Məncə Zelenski həqarətə uğradı və əminəm ki, Trump onun buna layiq olduğunu düşünür. Onlarla Ukrayna tərəfdarı Vaşinqtonda Ağ Evin qarşısında Lafayette meydanında etiraz aksiyası keçirib. Onlar Trump-Zelenski mübahisəsindən sonra Ukraynaya dəstək ifadə ediblər. Trumpın davranışlarından hiddətlənən iştirakçılar mübahisəni dünya qarşısında rüsvayçılıq adlandırıblar. Zümrüt Hüseynova, Röya Qarabağlı, AzTV xəbər.